Salam dostlar, mən Arif Sultanov, Mənimlə Öyrən kanalından sizi salamlayıram. Dostlar, bu dərs biz yeni yaratdığımız composition içərisindəki şəkillərin və videoların özəlliklərini öyrənəcəyik. Gəlin başlayaq. Əvvəlcə bura bir neçə dənə şəkil və yaxud video əlavə eləyək. 2 dəfə üzərinə vurmaqla və yaxud da file import seçməklə şəklimizi və yaxud da videomuzu import edə bilərik. Məsələn, seçirəm bir dənə video və şəkil. İmport edirəm. Hər ikisi gəldi, düşdü bura. Yenə dostlar, bunların səliqəli formada burada yerləşməsi, həm də əlimizin öyrəşməsi üçün papka yaradırıq, yazırıq videolar. Yeni papka yaradırıq, yazırıq şəkillər. Videomuzu atırıq video papkasının içərisinə, şəkli isə atırıq şəkil papkasının içərisinə. İndi isə yeni bir composition yaradacağıq. Bunu yaratmazdan qabaq videomuzu seçib bunun özəlliklərinə baxırıq. Baxın dostlar, 1280 720-yə 25 FPS-dən, yəni 25 kadrdan ibarətdir bizim bu video. Ona görə yeni bir kompozisiya yaradırıq. İstəsək buradan, istəsək composition, new composition seçməklə və yaxud da buradan new composition-a vurmaqla yeni bir kompozisiyamızı yaradırıq. Videomuzun ölçülərini yazırıq bura. 1280-in 720-yə və 25 kadrdan idi. Biz də elə 25 eləyək. Bunu seçirik 25. Oku basmaqla yeni bir kompozisiyamızı yaradırıq. Baxın, burada comp 1 adında düşdü bura. Yenə bir papka yaradaq. Bunun da adını qoyaq comp. Yəni compositionlarımızı bunun içərisinə yerləşdirək. Bunu da götürüb atırıq bu papkanın içinə. Daha sonra videomuzu seçib, gətirib atırıq. Baxın dostlar, bu formada videomuz gəldi, düşdü. İndi dostlar, burada bir şeyə diqqət yetirək. Burada baxın, bizim yaratdığımız yeni kompozisiyanın uzunluğu 50 saniyədir. Bizim videomuz isə, bura fikir versəz, 3 dəqiqə 1 saniyə 23 frame-dən ibarətdir. Yəni bu o deməkdir ki, bizim videomuz axıra kimi deyil. Baxın. Biz bura sona gəldik, amma video yarımçıq qalıb. Bunun bir yolu odur ki, gərək videomuzu tutaq, dartıb bu tərəfə gətirək. Bu zamanda dostlar, videonun əvvəli olmayacaq. Baxın, əvvəlinə gəlirəm, ortadan başlayır. Deməli, biz bunun üçün nə etməliyik? Videomuzun uzunluğu nə qədərdirsə, məsələn, 3 dəqiqə 1 saniyə 23 mikrosaniyə deyək də buna. 3 dəqiqə 1 saniyədən ibarətdir. Bunun üçün biz də kompozisiyamızın uzunluğunu 3 dəqiqə 1 saniyə 23 mikrosaniyə eləməliyik. Bunun üçün gəlirik yenidən composition settings'i seçirik və buradan dəyişikliklərimizi eləyirik. 3 dəqiqə 23 saniyə və 23 mikrosaniyə deyək buna. Oku basırıq. İndi baxın dostlar. Bunu uzaqlaşdıraq. İndi videomuzun sonu da əvvəli də görünəcək. Dostlar, indi baxın, bizim video compositionımızın içərisində balaca qaldı. Deməli, saniyələrdə biz səhvlik elədik. Yenidən baxırıq. Bizim videomuzun uzunluğu 3 dəqiqə 1 saniyə 23 mikrosaniyə idi. Biz isə baxa görə nə yazmışıq? Composition settings'e qaydırıq. Baxın, biz burada səhv yazmışdıq. 3 dəqiqə 1 saniyə eləməliydik. 23:01 edirik və buradakı 23 qalır yerində. Yenidən oku basırıq. Baxın indi dostlar, videomuz nə boydadırsa, composition uzunluğu da o boydadır. Yəni artıq videomuzun əvvəli də var, sonu da var. Dostlar, baxın, burada timeline'ın içində mavi rəngdə başlanğıc və son nöqtəsi var. Biz bunları tutub hərəkət etdirməklə render edəcəyimiz hissəni seçə bilərik. Məsələn, biz istəyirik ki, yalnız bu hissəni render edək. Bu zaman həmən bu göy hissəni seçib gətiririk bura. Sonluğunu da gətirib videonu bitirmək istədiyimiz yerdə saxlayırıq. Və indi videomuzu render etsək, yəni eksport etsək, yalnız buradan bura kimi eksport olunacaq. Yenidən bunu tutub çəkirik bura və bunu çəkirik axıra. Bunu da dostlar timeline dərsində keçmişdik. Buradan istəsək bunu genişlədib və yaxud da yığcamlaşdıra bilirik. Dostlar, indi gəlin bura əlavə elədiyimiz videonun və yaxud da şəklin hər nə əlavə eləmişiksə
Onun özəlliklərinə baxaq. Baxın dostlar, indi burada bizim videomuz seçilidir. Fərq etmir. Məsələn, bura bir şəkil də əlavə edə bilərik. Gətirəm şəkildə, atıram videonun altına. İndi hər ikisinin də özəlliklərini açıram. Baxın dostlar, burada bizim videomuzun qarşısındakı bu oxu açanda bunun altına transform və audio adlı 2 dənə bölmə gəlir. Bunlar bizim videomuzun, belə deyim də, özəllikləridir. Məsələn, transformun qarşısındakı oxu da vursaq, bunun transform ilə bağlı olan özəllikləri açılır. Audionu da vursaq, həmçinin səslə bağlı özəllikləri açılır. Gəlin indi birinci Anchor Point-dən başlayaq və görək bunlar nə işə yarayır. Anchor Point ilə biz toollar bölməsində tanış olmuşduq. Anchor Point-i seçməklə biz videonun mərkəz nöqtəsini gətirib istənilən bir yerə qoyub, daha sonra həmən videonun rotation ilə döndərəndə mərkəz nöqtəsini hara gətirmişiksə oradan dönürdü. Bu həmən Anchor Point-dir. Sadəcə buradan Anchor Point-i hərəkət etdirəndə video ilə bir yerdə hərəkət etdirir. Bunun səbəbi odur ki, mərkəz nöqtəsini dəyişməyə qoymur. Ctrl Z ilə geri qaytarıram. Baxın dostlar, Anchor Point-mi hərəkət etdirəndə videomu da hərəkət etdirir. Ctrl Z eləyərək əməliyyatları geri qaytarıram. Daha sonra gəlir Position. Position'da dostlar biz videomuzu sağa, sola, yuxarı, aşağı hərəkət etdirə bilərik. Əslində Anchor Point da bayaq bunu etmişdi. Eyni görünməsində səbəb Anchor Point-in mərkəz nöqtəsini qorumağı idi. Baxın, indi videomu hərəkət etdirirəm. Yuxarı, aşağı, sağa, sola çəkə bilirəm. Ctrl Z eləyərək əməliyyatları geri qaytarıram. Daha sonra dostlar Scale gəlir. Scale-in köməyi ilə biz videomuzu böyüdüb və yaxud da balacalaşdıra bilirik ölçülərini. Ctrl Z eləyərək əməliyyatı geri qaytarıram. Burada dostlar baxın, zəncir işarəsi var. Dostlar, bu zəncir o deməkdir ki, şəklimizi böyüdüb və yaxud da kiçildəndə proporsional qaydada böyüdür. Yəni hündürlüyü nə qədər böyüdürsə, enin də onunla bərabər böyüdür. Biz indi bunu söndürsək zənciri. İndi baxın dostlar, bunu böyüdüb balacalaşdıranda videomuzun hündürlüyü eyni qalır, amma sağa sola dəyişir. Və yaxud da buradan yuxarı aşağı eləyəndə baxın, yalnız yuxarı aşağı böyüyür, sağı solu isə eyni olaraq qalır. Yəni bu düzgün böyütmə kiçiltmə yolu deyil. Çalışın ki, bunu həmişə bağlı saxlayın. Zəruri hallar ola bilər ki, bu formada böyüdüb balacalaşdırasınız. Həmən anda bu zənciri söndürə bilərsiniz. İndi əməliyyatı Ctrl Z ilə geri qaytarıram. Dostlar, daha sonra gəlir Rotation. Biz bunu fırlatmaqla videomuzu döndərə bilərik. Sağa, sola, istənilən bir tərəfə döndərə bilərik. Və yaxud da buradan ölçümüzü yazmaqla, məsələn 90 yazıram, 90 dərəcə videomuzu döndərir. 0 yazıram, əvvəlki vəziyyətinə qaytarır. Dostlar, daha sonra gəlir Opacity. Opacity-də biz videomuzun şəffaflığını azaldıb çoxalda bilərik. Hansı ki, biz bunu Photoshop dərslərində də keçmişik. Məsələn, 100-ü 50% eləsəm, şəffaflığı yarı-bayarı olacaq. Yəni, arxadakı şəkli də göstərər. İndi şəffaflığını 0 eləsəm, videomuz demək olar ki, görünməyəcək. Bu arxada görünən bayaq əlavə elədiyimiz şəkildir. Şəklimiz böyük olduğu üçün Composition-dan çöldə qalıb. Gəlin şəklimizi də balacalaşdıraq. Baxın dostlar, mən bunu tutub belə balacalaşdırsam, şəklimiz proporsional balacalaşmayacaq. Shift-i basıb saxlamaqla balacalaşdırıram və şəklimiz kompozisiyanın içərisinə yerləşir. Shift-i basıb saxlayaraq biraz da böyüdürəm. İndi videomuzun özəlliklərinə gəlirəm və opacity dəyərini 50% eləyirəm. Baxın dostlar, videomuzun şəffaflığı azaldı və arxadakı şəkli də göstərdi. Yəni opacity bunun üçündür. Məsələn 50-ni 80 eləyirəm. Az formada arxadakı şəkildə göstərir. 100 eləyərək əvvəlki formaya qayıdıram. Dostlar, videomuzun içərisində transformdan əlavə audio özəlliyi də var. Buradan videonun səsinə artırmalar və ya azaltmalar əlavə eləyə bilərik. Videomuzun özəlliklərini bağlayıram. Daha sonra şəklimizin özəlliklərini açıram. Yenə eyni özəlliklərdir. Sadəcə şəklimizin videomuzdan əsas fərqi odur ki, burada audio bölməsi yoxdur. Bugünkü dərsimiz bu qədər dostlar. Videom sizə yararlı oldusa, videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Sağ olun, gələn dərslərdə görüşərik.